Salam dostlar, salam əziz izləyicilər. Bu 28 maydır. Sizin hər birinizi Azərbaycan Müstəqillik Günü, Cümhuriyyət Günü münasibətinə təbrik edirəm. 1918-ci ildə bizim qurucu babalarımız Rəsulzadə başda olmaqla Nəsib bəy, Yusif bəyli, Fətəli xan Xoyski, Topçubaşov, yəni böyük insanlar, böyük Azərbaycan xalqının böyük insanları müstəqil Azərbaycan Cümhuriyyətinin və bu Azərbaycan Cümhuriyyətinin qurulmasında Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələri iştirak edir. Burada Avarlar iştirak edib, Ləzgilər iştirak edib, Talışlar iştirak edib, Tatlar iştirak edib və bu Azərbaycan coğrafiyasında yaşayan xalqların ortaq bir respublikası idi. Və bu dövləti digərlərindən fərqləndirən, öz dövründə olan digər dövlətlərdən fərqləndirən əsas cəhət ondan ibarət idi ki, şərqdə insanlıq tarixi boyunca olan quldarlıq və yaxud sonraki dövrdəki feodalizmdən imtina edib cümhuriyyət qurmuşlar, xalq cümhuriyyəti qurmuşlar, xalq hakimiyyəti qurmağa çalışırlar və təəssüflər olsun ki, Rusiya işğalına məruz qaldı. Biz Sovet işğalından uzun illər sonra 1991-ci ildə müstəqilliyimizi əldə eləmişik. Azərbaycan Respublikası müstəqil bir dövlət halına gəlib və təəssüflər olsun ki, 92-ci ildə xalq tərəfindən seçilən hakimiyyət yenidən Rusiyanın vasitəsilə, Rusiyanın əli ilə yerdəki onların kölələri vasitəsilə devrildi və Əliyevlər hakimiyyəti ilə. Bugün biz müstəqillik ildönümümüzü qeyd edirik və məni maraqlandıran bir məsələdir. Azərbaycan xalqı müstəqilliyin bəhrəsini görübmü? Azərbaycan xalqı öz dövlətini sevirmi? Bugün həm də Ermənistanda müstəqillik günüdür və Ermənistan hökuməti İrəvanda bu teatr meydanında hərbi parad keçirir. Və həmin hərbi paradda İrandan aldıqları hava hücumundan müdafiə sistemlərini göstərdi. Mən də Facebookda bununla bağlı bir paylaşım etmişəm və fikirlərimi yazmışam ki, İran heç bir zaman Azərbaycanla xoş münasibətləri olmayıb və keçən dövr ərzində, işğal dövrü ərzində Ermənistanı çox ciddi şəkildə dəstəkləyib, hərbi, siyasi, iqtisadi kömək göstərib, Ermənistanla sərhədləri açıq saxlayıb, halbuki Azərbaycan Ermənistanla sərhədləri bağlamışdı, eyni zamanda Türkiyədə bağlamışdı. İran Azərbaycan bu sanksiyalarına, iqtisadi blokadasına qoşulsaydı, sizə əmin edirəm ki, müharibə elə 92-ci ildə başa çatacaqdı və çox böyük itkilərə səbəb olmayacaqdı. Nə Ermənistan tərəfdən, nə Azərbaycan tərəfdən bu qədər dəhşətli bir itkiyə məruz qalmayacaq. Evet, çoxlu sayda İran tərəfdarı orada ən müxtəlif şəkildə etirazlarını bildiriblər və təhqir ediblər. Bəziləri təhqir edib, həddindən artıq çox irəli gediblər. Belə adamlarla başa düşürəm və bunlar İranın muzlu belə trollardır, muzlu agentləridir. Müxtəlif xalqların adından istifadə edirlər. Məsələn, bu ən çox mənə təhqir edən adam yalandan Talış xalqının adından istifadə edir. Məqsəd ondan ibarətdir ki, xalqlar arasında nifaq toxumu salsın. Və o gözləyirdi ki, mən buna millət söhbət edəcəm. Amma belə məsələ ola bilməz mənə görə. Çünki ən azından mən çox millətli bir bölgədə anada olmuşam, böyümüşəm. Çoxlu xalqlar var Zaqatalada və biz bu xalqlar arasında heç bir problemi olmuyor. Ümumiyyətlə xalq problemi yoxdur mənə görə. O fərdlərin məsələsi var ki, bu adam da qəsdən bilərək asarlı xalqların nümayəndəsini seçib təhqir edir ki, və bu İran məsələsi kənarda qalsın və bu milli söhbət edilsin. Bu adamı niyə misal çəkirəm? İndi sizə deyəcəm. Bu illər ərzində xalq dövlətini sevirmi, xalq müstəqillikdən bəhrələnirmi? Xeyli müşahidələrim var. Və istəyirəm bu müşahidələrimi sizinlə bölüşüm. Təəssüflər olsun ki, Azərbaycan xalqı müstəqillik bəhrəsini görmür. Görməyib, belə bir şey olmur. Azərbaycan xalqı
1988-ci ildən son atəşkəsə qədər 50 mindən yuxarı oğul və qızını qurban verir. Müstəqillik, ərazi bütövlüyü və azadlıq olunur. 1 milyona yaxın qaçqınımız oldu. Böyük bir ərazi Rusiya və Erməni silahlı birləşmələr tərəfindən işğal olundu. Darmadağın dağılıb həmin kəndə. Milyona yaxın adam qaçqın. 10 minlərlə uşaq heç olmasa valideyninin birini itirdi. Analar övladsız qalır. Övladlarını itirirlər. 90-cı illərin dəhşətli dərəcədə aclıq, səfalət illərini biz yaşayıb, Azərbaycan xalqı yaşayıb. 100 minlərlə insan o Bərdənin, Ağdamın o çöllərində qaçqın həyat yaşayıb. Çadırlarda qaçqın həyat yaşayıb. Yardımlarla olan. İşsizlik görmüşük Azərbaycan xalqı. İllərlə bizə deyiblər ki, keçid dövrüdür, çətinlikdir, amma Azərbaycan xalqının sərvətlərini bir ailə talıyıb, yiyib. Əliyevlər arası. Azərbaycan xalqı aclıq, səfalət çəkərkən Əliyevlər ölkənin bütün sərvətlərini sahib olur. Neft bunlarındır, qaz bunlarındır. Bunlar neftdən, qazdan pambığa keçdilər, pambıqdan fındığa keçdilər. Sənayedən kənd təsərrüfatına keçdilər, kənd təsərrüfatından ticarətə keçdilər. Hər şey bunların. 6 ildir sərhədləri bağlı saxladılar və indi ölkədə satılan alt paltarlarda İlham Əliyev satır. Heç kəsə icazə vermir. Lütf ediblər və Gürcüstan hökumətinin təkidlərindən sonra Tiflislə Bakı arasında qatarla gediş-gəlişə icazə verilir. Hər gün bu həbsxanadan 180 nəfər adamın qatarla çıxmasına icazə verir İlham Əliyev. Amma digər ölkə, Rusiya qatarların getməsinə icazə vermir. Qapıların bağlı saxlayır. Və bu da İlham Əliyevin pulunun üstünə pul gəlməsini ötürür. İlham Əliyev ölkədə bütün ticarəti, Azərbaycan sərhədlərini bağlı saxlamaqla bütün ticarəti əlinə götürdü. Ərzağı da əlinə götürdü. Kənd təsərrüfatı məhsullarını da əlinə götürdü. Tikinti materialları məhsulu, hər şey. Satılası nə mümkünsə, alınıb xaricdən gətirəsi, Azərbaycandan aparıb xaricə aparılası, nə məhsul varsa, hamısını İlham Əliyev satır. Bu illər ərzində Azərbaycan xalqı Azərbaycan dövlətinin idarə edilməsindən tamamilə kənarlaşdırıldı. Azərbaycan vətəndaşı yaşadığı ərazidə bələdiyyə seçilə bilmir. Ya da seçə bilir. Öz dairəsindən deputat, öz ölkəsinə prezident seçə bilir. Tamamilə kənarlaşdırılır. Hər şey İlham Əliyev təyindir. Hər şey İlham Əliyev. Azərbaycan xalqı 2-ci Qarabağ müharibəsində 3000-dən yuxarı şəhid verdi. Minlərlə insan əzalarını itirdi və İlham Əliyev müharibədən sonra həmin adamların heç də əlillik dərəcələrini tanımadı. 100 nəfərdən artıq Azərbaycanlı döyüşçü, bizim qazimiz intihar edib. İşsizlikdən, baxımsızlıqdan, xəstəliklərdən, bezərək intihar edib. Baxımsızlıqdan, xəstəlikdən ölənlərin sayı barədə bizim məlumatımız yoxdur, çünki açıqlamırlar bunu. Öz ailəsini dolandırmaq xəttindən milyonlarla Azərbaycanlı ölkəni tərk edib. Dünya Statistika Komitəsi bir açıqlama verib. Açıqlama verib ki, 1 milyon yarımdan yuxarı seçki siyahısında yoxdur. Nəyə görə? Çünki 1 milyon yarımdan yuxarı, yaşı 18-dən yuxarı olan əmək qabiliyyətli insanlar əsasən də Azərbaycan Respublikasının kişi vətəndaşları ölkəni tərk edir. Milyon yarım, 60'a yaxın deputat yeri demək. İlham Əliyevin ucbatından gedir. Bəs özü dolana bilməyən, ailəsini saxlaya bilməyən adam Azərbaycan dövlətini sevməlidir mi? Yox, sevməməli. Bəlkə aclıqdan, səfalətdən Rus ordusuna könüllü yazılıb gedib Ukrayna çöllərində öldürülən Azərbaycanlı kişinin həyat yoldaşı, həmin kişinin anası, uşaqları Azərbaycan dövlətini sevməlidir, müstəqilliyi sevməlidir. Xeyr, sevməyəcək bu müstəqillik. İllərlə övladının, həyat yoldaşının, atasının yolunu gözləyən Azərbaycanlı müstəqilliyi sevəcək mi? Əlbəttə ki, sevməyəcək. Mümkün deyil müstəqilliyi sevməz.
Bugün İranın ve Rusya'nın təsiri altında olan 100 minlərlə Azərbaycanlı var. Biz bunu sosial şəbəkələrdə də gördük. Şəxsi söhbətlərimizdə də gördük. İlham Əliyev Azərbaycan xalqının bütün sərvətlərini yedi. Qarabağı biz almışıq, amma Qarabağda görün nə baş verir. Qarabağlılar torpaqlarına qaytarılmır. Orada torpaq islahatı aparılmır. İnsanların torpaqları paylanmır. Müharibə dövründə dağıdılmış kolxozların əmlakı darmadağın dağıdılır. O əmlak geri qaytarılmır. İnsanlar kənd təsərrüfatı ilə məşğul olmaq üçün əmək alətləri, heyvanlar, digər vəsaitlər verilmir. Əvəzində biz nə görürük? Əvəzində biz görürük ki, İlham Əliyev orada aeroparklar inşa edir, oteller inşa edir. Şuşa İlham Əliyevin şəxsi şəhərinə dönüb. Qarabağın yalnız torpaqları yox, bax faydalı qazıda qızıl mədənlərindən tutmuş, qum, daş kərxanalarına qədər hər şey İlham Əliyevin ailəsinə məxsusdur. Bəs o Qarabağlı Azərbaycan müstəqilliyini sevəcəkmi? Yox. Ona görədir, bugün Azərbaycanda həddən artıq çox insan Rusiya və İrana rəğbət bəsləyir. Söhbət muzla bu ölkələrə agentlik edən adamlardan getmir. Halbuki mən əminəm ki, elələrin də sayı kifayət qədər çox. Və günah o adamlarda deyil ki, vətənini sevmirlər. O günah o vətəni sevməyə qoymayan İlham Əliyev. Əliyevlər rejimi. Əliyevlər rejimi Azərbaycanda, Azərbaycan Respublikasını, Azərbaycan dövlətini məhv ediblər. Yerinə Əliyevlər tələbəlik yaradıb. Azərbaycanda ən böyük vətən xaini İlham Əliyevdir. Ən böyük dövlətə ən çox zərər vuran, dövlətə ən böyük xəyanəti edən İlham Əliyevdir. İlham Əliyev Azərbaycan Respublikasını məhv edir. İlham Əliyev Respublikanın əvəzinə ailəsinə məxsus dərəbəylik yaradıb. Feodal dövlət də yaradıb. Dərəbəylik yaradıb. Tək konstitusiyanı öz xeyrinə dəyişmir. Tək qanunları, cinayət məcəlləsi, əmək məcəlləsini yox. Ayrı-ayrı məcəllələr var ki, iqtisadiyyata aid olan, öz ailəsinin maraqlarına, bax, mədən sənayesinə aid qanunlardan tutmuş, mülki məcəlləyə qədər hər şey öz ailəsinin xeyrinə dəyişdir. Azərbaycanda konstitusiya, qanunlar, sərəncamlar, fərmanlar, hər biri İlham Əliyevin ailəsi üçün. Və belə olan şəraitdə Azərbaycan vətəndaşı Azərbaycan dövlətini sevməyəcək. Və İlham Əliyevin yaratdığı bu şəraitdən istifadə edən İran və Rusiya Azərbaycan içində çox ciddi şəkildə təbliğat aparır. Və ciddi şəkildə tərəfdarlardır. Ciddi şəkildə deyil, amma ciddi şəkildə deyil. Təhlükəli həyatda Azərbaycan vətəndaşları xarici ölkələrə rəğbət bəsləyir. Və günahkar Əliyevlərdir. Günahkar İlham Əliyevdir. Günahkar onun acgöz ailəsidir, ətrafıdır ki, onları vətən maraqlandırmır, onları dövlət maraqlandırmır. Onları qanunları maraqlandırır, onları ölkəni talamaq maraqlandırır. Və bizə qalansa nə olur? Zaman zaman insanları tutub həbsxanaya atırlar, İran casusudur. Yəni Rusiya deməyə cəsarətlənmirlər, indi Rusiya casusudur. Filan yerin casusudur. Vətənə xəyanət edən İlham Əliyevdir. Bu qədər ölkənin sərvətlərini tanıyan, Azərbaycan vətəndaşlarını Azərbaycan dövlətindən iyrəndirən İlham Əliyevdir, amma tutma Bəhruz Səmədov. Həbil oldu tutulur. Ölkədə bu qədər kimi tuturlar dedilər İran casusu, kimi tuturlar dedilər İran casusu. Bunların hesabı ilə həbsxanalarda 300-400 nəfər İran casusu var. Heç özünüzə sual verirsiniz ki, nəyə görə bu qədər çox casus var ölkədə? Kim bu adamları məcbur? Savadsızlıqdır mı? Yox, deyil savadsızlıq. İnsanlar o qədər savadsız deyil ki, vətənlərini sevməsin. Puldur mu? Yox. Arzlıqdır insanları məcburlayan. Səfalətdir insanları məcburlayan ki, başqa ölkələrə həm casusluq eləsinlər, yaxud da rəğbət bəsləsinlər. Bunun günahkarı İlham Əliyev, bu adamlar deyil. Günahkar o adam olar ki, bir ölkədə 10-15 casus olar agent. 200-300 nəfərə agent damlasıdır. İlham Əliyevin hakimiyyət dövründə ən az 3-4 min adam tutub adını qoyublar ki, onlar haqqında belə fikir yaradıblar ki, bu adam casusdur. Yəni İran'a işləyir, Rusiya falan yeri işləyir. Bir fikirləşin də bu qədər adam niyə casusdur? Bu ölkədə düşmən, bu ölkədə casus İlham Əliyev.
94-cü ildə Azərbaycana gəldi. Biz hələ bilmirik ki, Rusiya vətəndaşlarından imtina edib yoxsa yox. Biz hələ bilmirik ki, onun qızları Rusiya vətəndaşlığından, ailəsi Rusiya vətəndaşlığından imtina edib, nə? Bir gəlin alıb gətirib. Hələ Azərbaycan vətəndaşı ola bilməz. Çünki qanun buna yol verir. Amma seçkilərdə iştirak edir. Nəyə görə? Çünki ölkə dərəbəyli. Ölkəni İlham Əliyev öz şəxsi əmlaki kimi idarə edir. Ona görə də təhlükəli adlı insanlar başqa ölkələrə rəğbət bəsləyir. Sağ olun.